Hamiləliyin 9-cu həftəsi. Bu videoda sizə həm dölün inkişafı, həm anada olan dəyişikliklər, həm də sevdiyimiz qidaları necə daha faydalı şəklə gətirə bilərik haqqında videonun sonunda bir life hack verəcəm. Hamiləliyin 9-cu həftəsində dölümüz artıq 2-2,5 santim uzunluğundadır, bədəni formalaşıb və artıq fetus adlanılır. Daha öncə embrion adlanılırdı 8-ci həftəyə qədər. 8-ci həftədən sonra fetus adlanır. Niyə görə belə bir dəyişiklik baş verir? Çünki 8-ci həftəyə qədər dölün bütün əsas orqan və sistemləri artıq formalaşmış olur və bundan sonra sırf funksional dəyişiklik və böyümə baş verir. 9-cu həftədə dölümüzün göz qapaqları əmələ gəlir, hələ gözlərini açmır, amma qapaqlar artıq var. Cinsiyyət orqanları formalaşır, biz onları hələ ki ultrasəs müayinəsində heç bir şəkildə görə bilmirik, amma formalaşmış olur. Kiçik barmaqlar formalaşır, onları da nöqtə şəklində görürük. Ananın bəzi şikayətləri azalmış olur bu həftədə. Döl artıq yerləşir və qarın altında olan ağrılar, spazmlar azalır, bel ağrıları azalır. Yuxu və bulantı halı davam edə bilər. Bəzi xəstələrdə, pasientlərdə azalır, amma əksər hallarda əgər varsa belə bir şikayət 12 həftəyə qədər davam edir. Bu həftələrdə təbii ki, iştahınız, çoxunuzun iştahı hələ aktiv deyil, çox güclü deyil, iştahsızlıq var. Amma buna görə canınızı sıxmayın. Yəni dölün hələ ki sizdən 2 nəfərlik yeməyə ehtiyacı yoxdur. Yəni çox qida ehtiyacı yoxdur. Zaten hamiləliyin sonuna qədər də 2 nəfərlik yeməyə biz məsləhət görmürük. Bu həftələrdə özəlliklə, yəni kiçikdir. 2 santim yarım bir böyüklüyü var. Nə istəyə bilər bizdən? Nə istəyir bizdən? Əslində istəyir ki, biz dehidratə olmayaq, yəni mayemizi normal içək və ac qalmayaq. Çünki ac qalanda bizim qanımızda ketonlar yüksəlir. Ketonlar da bilirik ki, dölün beyin inkişafına zərərlidir. Ona görə az-az sıx-sıx qidalanmaq və bol maye qəbul etmək tövsiyə edirik. Qidalara gələndə, hamiləlikdə biz tövsiyə edirik ki, karbonhidratların miqdarı çox olmasın. Yəni sürəkli deyirik, özəlliklə də çəkisi artıq olan pasientlərimizə ki, glikemik indeksi yüksək olan karbonhidratlardan uzaq olun. Çörək, şirniyyat, makaron, düyü, kartof, hamısını bunları sayırıq. Amma əslində bu bəzilərimizin çox sevdiyi qidalardır və özəlliklə hamiləlikdə onlardan imtina etmək çətin olur. Bugün makaronlardan danışmaq istəyirəm. Yəni makaronları əslində deyirik ki, azaldın və yaxud da qidavızdan çıxardın. Çünki glikemik indeksi yüksək, sadə şəkər içərən, yəni un içərən, un da bizim bədənimizdə nişasta içərir, o da bədənimizdə qlukoza çevrilir deyə miqdarını azaldın deyirik. Amma əgər yenə də biz makaron yemək istəyiriksə, nəyə diqqət etməliyik? Makaronlar 2 növ undan hazırlanır, 2 növ buğdadan hazırlanır un. Adi buğda növü və sərt buğda növləri. Sərt buğda növləri bizim üçün daha faydalıdır. Çünki içində daha çox protein var, 15%-ə qədər protein var, nişasta daha azdır və beləliklə glikemik indeksi daha aşağıdır. Yəni biz onu qəbul etsək də o karbonhidratı, o bədənimizdə yavaş-yavaş qana şəkəri verir və insulinin birdən-birə artmasına, şəkərin piyə dönməsinə imkan yaratmır. Ona görə sərt növ makaronlar dükanlarda satılır. Üzərində əgər Azərbaycanca tərcümə varsa zaten oradan anlaya bilərsiniz. Amma yoxdursa da İtalyanca sərt növ dura yazısı ilə adlanılır. Dura sərt deməkdir. Və al dente yazıla bilər üstündə. Yəni dişləmə. Yəni bu makaronlar biraz sərt olduğu üçün biz onları çeynəyəndə bir qədər də dişləməyə ehtiyac olur. Və daha sarımtılı olur rəngi olaraq. Beləliklə hamiləliyiniz sağlam keçsin, keyfli keçsin. Özünüzə diqqət edin. Bir sonraki həftədə görüşmək üzərə.